O kızın namusu qiriyyətində barışmalıdır. Ne danışsan? Namus qiriyyət budur. Namus qiriyyət gəlib deməkdir ki. Şübhələnibdir. Oturarlar. Mən sənə bir söz deyim. Şəfiqə xanıma sənin kimi ailələr lazımdır ki, o öz hökmünü yaxşı vəkil olduğunu göstərsin. Amma sənin 2 dənə oğlun var. Onlara ata lazımdır. Şəfiqə ata olmayacaq onlara. Heç vaxt olmayacaqdır. Mən deyirəm. Amma o kişiyə oğlanlar lazımdır. Sen burada pafoslu danışma. Niye pafoslu? Sizden öğrenmişik de. Ona göre ki onu biabır elədi. Niye ailenin dağılma? Kim istemiyor o aile barışsın burada? Hamısı istəyir. Niye? Niye istemirsiniz? Tertemiz kızdır. Tertemiz kızdır. Qiriyyətli oğlandır. Niye de barışmasın? Ben istəmirəm. Sizce ne var o ailede? Kazak'ta yaşayırlar. Ne var? O benim nümayəndəm və xalqımın nümayəndəsidir. Siz onun 50 qəpik. Mən də sənə